Bir qonşuluqda yaşayan iki gənc ailə var imiş. Ailələrdən birində səhərdən axşama səs-küy, dava-dalaş, söz-söhbət, digərində isə səfa, səmimiyyət, mehribançılıq və gözəl həyat tərzi hökm sürürmüş. Xülasə, bu səhərdən axşama dava-dalaş, söz-söhbət olan ailədə kişi, həyat yoldaşı deyir ki, nə cür olur ki, bizimlə eyni səviyyədə olan və bizimlə qonşuluqda olan bir ailədə səhərdən axşama səfa, səmimiyyət var, gözəllik var, mehribançılıq var, ancaq bizdə səhərdən axşama söz-söhbət və dava-dalaş var. Bunun fəlsəfəsi nədə ola bilər? Və öz həyat yoldaşına, zövcəsinə deyir ki, mən gedəcəm o ailəyə və görüm bunun sirri nədədir? Xülasə, kişi gedir qonşuya və əyləşir, diqqət eləyir, onların davranışlarını sezir və görür ki, bir hadisə baş verir, tutaq ki, bir çatışmazlıq olur ailədə və dərhal kişi özünü günahkar bilir. Yəni, qonşu kişi, o səfa səmimiyyətdə yaşayan ailədəki kişi dərhal özünü günahkar bilir ki, həyat yoldaşına deyir ki, məsələn, mən bu işi eləsəydim, bu problem olmazdı, bu çatışmazlıq olmazdı, mən bu işi görmədim, deməli təqsir məndədir. Bunu görən həyat yoldaşı dərhal qarşı tərəf qadın da özünü günahkar bilir. Deyir ki, yox, əstağfurullah. Günah təqsir səndə olmadı, təqsir məndə oldu deyir. Yəni, mən bu işi görsəydim, mən bu işə tez yetişsəydim, o problem olmazdı. Hamı ailədə özünü təqsirkar bilir. Xülasə, belə bir ortamda heç bir dava-dalaş, söz-söhbət olmur və ortadakı problem çox asanlıqla hər iki tərəfin çalışması, hər iki tərəfin həmkarlığı ilə aradan qalxır. Xülasə, bunu görən kişi qayıdır, həmin o söz-söhbət, dava-dalaş olan ailənin kişisi qayıdır yerinə və qadın deyir ki, kişi, nə gördün orada? O ailədə nə gördün? O səfa səmimiyyətin, mehribançılığın sirri nədəydi? Kişi deyir ki, xanım, mən orada bir halət gördüm ki, o bizdə yoxdur. Orada hamı günahkardır, hamı təqsirkardır, ancaq bizdə hamı düz, hamı doğrudur. Orada bir iş baş verəndə, ailədə bir problem baş verəndə hamı özünü təqsirkar bilir. Bizdə bir problem baş verəndə hamı özünü düzgün və doğru və dürüst bilir. Və ona görə də bizdə səhərdən axşama səs-səmir, dava-dalaş, söz-söhbət, onlarda isə səfa səmimiyyət hökm sürür.